Salam kanal videomuz xoş gəldiniz. Samyanlar üçün mən Ləman. Əslində girişi günün öncəsində çəkmişdim. Bugünə 2 günlük vlog çəkirəm. Bu birinci gün artıq sonudur, yəni evə gəlmişəm. Əslində bunu əvvəldə də çəkmişdim, amma onda hər şeydə çox o qədər də bəlli değildi. Yəni onda əslində bir günlük vlog çəkmək istəyirdim, amma ki gördüm ki hazırlığa keçirdim, nə daha doğrusu hər şey təmtəzlədim. Çox da aydın bir şəkildə bir şeylər çəkə bilmədim. Ona görə də qərara gəldim ki, 2 günlük vloglara uzadım və girişi də indi eləyim. Çünki orada həm çox pis vəziyyətdə düşmüşəm, yəni oralar heç takmayın. Həm də ki, indi oradan zaten kəsitlər qoyacağım, heç. Həm də ki, orada məsələn deyəm ki, bir günlük vlog falan, ona görə belə. İndi bu videonun içində nə olacaq? Nə olacaqsın? Davamını siz izləyim. Amma burada girişini, yəni salamlaşma falan elədim. Bu arada bugün də mən riyazət hazırlığım var. Yəni riyazət hazırlığım olan gün vlog aldım. İndi də ingilis hazırlığım var. Düşünürlər ki, ancaq riyazət hazırlığım olan günləri vloglayıram falan. Riyazət mənim ən sevdiyim fəndir. Buna görə də riyazət hazırlığımın olduğu gündə mən dəhşət rahat hiss eləməzdim. Yəni çox relaks oluram. Belə nəyəsə təkrarlayım falan havasını olmam. Çünki heç sətini çəkmədiyim bir fəndir digərlərinə nisbətən. Belə ki, həm də ki, keçən həftənin 4-cü günü mən hazırlıq vlogunu çəkmişdim və 5-ci gün yükləmişdim. 5-ci gün əslində mənim ingilis hazırlığım olmalıydı, amma ingilis məmimiz həkimə gedirdi, işi var idi deyə. Keçən həftədən qabaqçı həftənin 6-cı günü. Bəli, o bir həftə qabaqdan, yəni əvəzlənmişdi dərsi. Ona görə ingilis falan getməmişdim. Bu günləri 4-cü gündən sonra ilk hazırlığım idi, riyazət hazırlığı idi. Ona görə də onu vloglamaq istədim. Həm də ki, nə qədər məktəblər açılmayıb, bir o qədər aktiv olmağa çalışıram. Çünki məktəblər açılandan sonra videolarını çəkə bilsəm belə editləmək həqiqətən də biraz səbir istəyir və çox vaxt aparır. Ona görə də yəni həftə sonları falan editləyə bilərəm. Yəni həftə ərzində 2 dənə video çəkim ki, 6 bazar editləyim. Belə. Yəni ona görə də hazır məktəblər açılmamış üçün aktiv olmağa çalışıram. Amma avqust olduğu üçün yəni sadəcə hazırlıqlar başlayıb və heç yerə gedə bilmirik. Ancaq yəni belə vloglar gəlir. Ümid edirəm ki, sıxılmırsınız. Əgər istədiyiniz video tiplər falan varsa önərə bilərsiniz. Belə. İndi saat belə göstərim. 12:54-dür, yəni 1-dir. Mən səhər səsini tez durmuşdum, 8-də falan durmuşdum, ingilisini əsərimi yazdım. Bir dənə öyrənmək sözlərim qalıb ingilisdən. Əsərimi falan yazdım. Onları elədim. Sonra da çimdim bu arada. Bu arada mən saçımı kəhətinə etdirmişəm. Kəhətin saçımdan getmir. Nəysə, bir müddət yəqin ki, belə olacaq. Həqiqətən də çox pisiyi var. Yəni gedib, amma yenə də gəlirdi ağzımıza hiss olunur. Bu arada onu da həmin gün də əslində istəyirdim belə bir vlog kimi çəkim. Onu da qısa bir şəkildə qoyaram. Amma yəni o qədər nastroyeni olmadı ki, deyəsən orada mən kəyətini eləyəndə əlimi saçımı vurub gözümü vurmuşdum. Gözüm dəhşət dərəcədə şişdi. Qızardı falan, yəni sulanırdı, bildiğimiz ağlayırdım da. Bu gözüm sulandığı üçün sonra bu bir gözümdə başladı azdan sulanmaq falan. Yəni mənim saçım ondan kərətinə endim, mən siz nə vəziyyətdəydim. 2 dənə nəm saçlarını qoymuşdum gözümün üstünə. Maskanı da belə çəkmişdim bura qədər, yəni bu zavdıqanın üstünə qədər. Yəni saçım ona heç bir şəkildə görsənmirdi falan, yəni çox belə şeydi. İlk deneyim üçün heç yaxşı bir an olmadı mənim üçün. Ona görə yəni həmin anda heç şey çəkmədim, paylaşmadım. Həmin gündən. Bu arada aynı bir qərarla getmişdim. Əslində gedəcəkdim yerdə, amma sentyabrda planlaşdırırdım. Prosto sonra tələbə var idi orada. Tələbə öyrətmək üçün model axtardılar. Model kimi də yəni. Mən getdim də belə. Üzərimi oxuyacağım. Buradan bu cərgəni öyrənməli. Bu bizim əməmizdəki essay yazılarımıza kömək eləyəcəkmiş. Hadisələri göstərən sözlərdir. To get lost, itirmək, to hide, gizlənmək, to get wet, ıslanmaq. Bunun bir qismini öyrənməyə çalışacağım. Öyrənəcəm, nə qədər öyrəndim. Haradasın saat neçədir? 3-ün, 2-də. 2-də falan deyəndiririm deyə düşünürəm. Və də ana falan getdilər məktəb alışveriş eləməyə. Bacımla qardaş. Amma onlara bir yerdə getmək istəmədiyim üçün onlara ayrı aparacaqlar ikisini. Mən də ayrı aparacaq da belə. Evdə təkəm, hazırlığa da özüm gələcəm biraz hazırlığım, amma qaydanda böyük ihtimal ki, anam gələcək qalınca. Belə. Mən Temudan qulaqlıq falan vurmuşdum və çəkmişəm. O videonu da qoyaram buralarda bir yerlərə, izləyərsiniz. Hətta
Hətta mən indi sözlərimi öyrənirəm. Siz də o videonu izləyin. Yəni Temu bağlamam açılış videomu izləyin. Deməli, indi isə bu videolar arasında qısa reklam kimi də bilərsiniz. Tamam, gəlib əsas dedim. Ona görə indi bu videonu bura qoyuram. Belə. Əsas birinci, çox qısa bir alışveriş idi. Ona görə yəni aylıqda bir video olaraq da çəkənməzdim. Və də nə bilim, belə qoymaq istedim. Başa kəsin istəmədim. Neyse, çürürəm. Bir dənə uşaqların uşaqlar aldıqlarımı verim onlara. Bu bəyazlar sabırsın gözləyib çıxaraq. Onlar mantus qış deyirdilər. Biz burada təbii ki 3 dənə kompas girdik. Bazarda 2 dənəsinə, burada da 17-ci bir karantinada 2 dənəsinə girdik. Baxdıq, yox idi orada. Karandaşda da var idi, amma bitib. Heç də yəni tapmadıq. Və indi bu nəlidir? Bu nəsədir, birinin var. Açıram bunu. Qızıl rəngidir. Bunlar deyəsinicə sticker, yoxsa sarı rəngdir. Bu nəsə belə bir şeydir bu. Bunu qoyuram bura. Da mor rəngidir. Benimki sarıdır, benimki mor rəngdir. Benimki secret məncə budur, çünki insanlar sarı qısmını verirlər. Amma bunun da çox bir rəngi var. Bu arada simlidir, üstünü yasa. Neyse, bunlar bizim uşaqlar benim üçün hoşuma deyirlər. Deməli, sonra özümə belə qışda giymək istəyini almışam. Niyə qışda giymək istəyini almışam mən? Amma niyəsə, bildim yəni almışam. Bu səbətindən bir şeydir. Bunu belədir, yəni çiyinləri açıq olan bir modeldir. İndi bunu geyib göstərərəm, bilmirəm. Günəmin üstündən geçsəm necə olar? Baxın, belə bir şeydir bu. Biraz belə eləyim. Belə. Mən tam yaxşı geymədim. Belədir. İndi buralar çiyin olaraq təsəvvürlə, indi burada köynək olmayacaq. Belə çox qəşəkdir, qolfan çox qəşəkdir. Böyük ihtimal qışda əgər video falan çəksəm, əlimdə görəcəksiniz. Mən də atacağım yumağa. Belə həqiqətən çox qəşəkdir. Məncə çiyindən düşmək kimi bir şey olmaz. Məncə düşməz yəni. Hər ehtimala qarşı belə ehtiyat olmaq istəyirsə, bunu belə də edə bilərsiniz. Yəni bir çiyini belə də edə bilərsiniz. Amma məncə düşməz. Əyləndə də göstərilirmi heç? Məncə heç göstərmir. Elə də məncə çox qəşəkdir. Mən bəyəndim. Yardan yarandı. Mənim səsim olsa buruşqa tutmur. Mənim səsim həm uzundu, həm də qalındı. İndi yaşda bilməyəcək olsa uzunluqla. Belə ulduzlu bir şeydir. Belə. Çox olacaq amma. Buradan işləyir. Buradan da işləyir. Neyse, bu videonu editləyəndə yazaram bu yanlara bir yerlərə ki, əgər işləyirsə falan, işləmirsə falan, nasıl yazaram bir şey. Belə. Mən bunu çox istəyirdim. Bu, siz nədir? Böyle sayaqsıdır. Dərs çalışarkən falan belə, məsələn, məktəbə telefonum olmadı. Məsələn, məktəbdə mən dərs edirəmsə, ölçmək istəyirəm ki, bunun da bataryası yoxdur, bataryaya qoysarsın. Ölçmək istəyirəm ki, nə qədər dərs çalışmışam. Bununla belə, yəni şey edə bilərəm. Amma indi bataryaları yoxdur bunların. Böyük ihtimal videonun hamısında bunu görəcəksiniz. Bunu özüm məktəbə qoymağı planlaşdırıram ki, gün ərzində ölçə bilim ki, nə qədər dərs eləmişəm. Bunu da ataq. Başqa bir şeydir. Əslində mən kavulu qulaqcaq istəyirəm, anamı aldıracam. Amma yenə də hər ehtimala bu da dursun deyə. Baxın belə. Ay, burasını göstərməmişəm. Belədir, pəmbə rəngdə. İçindən belə bu deyəsən qulaqcıqlar üçün bu rezin hissəsi çıxır. Bu hissəsi. Taxdım, yoxladım. Bu da çox rahat qoşuldu. Heç bir şəkildə problem yaratmadı. Bu arada çox bəyəndim. Səsimi yığamadım. Buna görə də əsəbləşdim və son olaraq yığdığım yəni bu belə tikana çıxarmış bir topuz oldu. Belə oldu. Nəysə, ev yoxdur. Çox çəkməyək. Gedə bilən yemək yiyim. Gəl. Yeməğimi yedim. Səsimi orada açdım. Buradan belə höyüb arxadan birləşdirdim. Deyirəm ki, arxadan bilinmirdir. Belə bir ağ köynək və ağ şalvar giydik. Bunlar da bu arada fikrim bunlar burada qalır. Belə. Saçım da belə. Bunun bir hissəsini mən salacağım da içəriyə. Yəni mən çıxdım evdən indi. Gedirəm. Rəyanla görüşməyəcək. Belə olacaq. Mən minəcəyəm. Zaten o sırada onlar tərəfdən keçəcək avtobus. O da deyirəm ki, eyni avtobusa minər. Bal bare. Non c'è una sala dove non c'è una sala.
Herkese diğer gündən salamlar. İndi sizə hazırlayıram. Saat 1-dədir. Mən isə indi saat neçədir baxaq. Saat 11-də durmuşam ama indi isə saat 5 gələ bilər çünki 14 dəqiqə keçir. 12-14 dəqiqə işləyir. Elə düşündüm ki, sən indi yeməyimi yesəm. Saat əvvəl ki 3-də çıxmalıyam. Məsələn 1-də gelib hazırlayaq, 3-də çıxmalıyam. Bizim əmməmiz çox saxlayıb. Sən yarım saat çox saxlayır. 4-ün yarısı falan çıxacam da. İndi yesəm 4-ün yarısına qədər azaram. Sonra həm də ki indi yesəm bir saat 1-də falan yemək yeməyəcəyimə görə elə bu yeməyin üstündə qalmalıyam. Fakat düşündüm ki, gündüzdə yeməyəm çünki indi ac deyiləm. Və hazırlamağa başlayıram indi. Çünki hardasa 2 saat çıxdım qal. Normalda mənim şeyim var idi. İdmanım var idi. Prosto ona indi ara verdim. Yəni dərsimi də gəlin gələcəm. Çünki məktəbə falan başlayır artıq. Çox da gedəmirəm ora. Həm də ki üzgüçülüyə gedəcəm mən ilərisində. Həm plan mənə uyğundadır. Bu arada bura mənim anamın otağıdır və güneş kremi nemlendirici bir de bu onun da diye gelip bunları burada elip kalanlarını yani düz tavına getirəm. Bu arada qaş qələmidir. Qaş qələmi nə edirəm? Mən uşaq vaxtı yıxılmışam. Mənim qaşımda belə bir çapıq var. Bu çapıq mənim qaşımın içinə belə qədər girir. Mən də orada bu qələmlə doldururam. Belə. Mən də üstağıma gəldim. Bu arada mən güneş kremi üzümə vuranda belə əlimi tökürəm. Onun ardından konsilerimi götürürəm. Biraz sürtürəm və elə istifadə edirəm arxasından qaşdıram bunu. Onu üzümə bir sanki BB kremmiş kimi təsəvvür edə bilərsiniz. Bu şəkildə istifadə edirəm. Yəni reçəlimiz yoxsa qabartmır, amma üzümdəki renk tonunu eşitləyir. Mən əlimlə istifadə edirəm. Bu dəfər bunu istifadə edeyim. Nisyandır də. Belə oldu. İndi son olaraq kipilərimi qıvıracağım. Kipilərimi maskara vurmayacağım. Amma maskara vurmuram kipilərimi. Kipilərimi qıvırıb burada serumlu bir dənə fırçam var. Gecə yatmışdan qabaq kipilərimi serumu vururam. Bunun üzərində qalan serumlu və kipilərimi darayıram. Onun ardından məndə bir dənə lip balm var ki, sırf kipilərimi sevmişəm. Belə bir lip balm deyən sadə bir şeydir. Bu lip balmdan kipilərimiz belə yuxarı eləyəndə, yəni sadə bir lip balm da ola bilər. Bununla mən kipilərimi yuxarı eləyirəm və təzədən qıvırıram və gün ərzində kipilərim belə qalır. Eləyim gəlim. Kipilərim belə oldu. Makyajımı elədim, makyajım hazırdır. İndi biraz sözlərimi falan təkrar edeyim. Bilmirəm, bu hissəsi çıxdı. Nəysə, indi özünün gövdəsini sabitlik qoymuşam belə. İndi də mənə hazıram. Səsim də bu arada belə hördüm, yəni sadə. Çünki isti də hava, isti açıq falan da. Belə. İndi 36'dır, 24 dəqiqə var. Biz maşınla gələcəyimiz üçün test yatırıq. Prosto indi elə belə. Mən yeni test çıxacam. Belə bir kələpçə biləzik taxıram. Üzüyü taxıram. Mən hazıram. Çantamı da götürüb çıxacam. Belə. Qaynayırıq. Niyə çəkiyorsun? Cüyə yaxşı elədin. Oyna, səsim necə deyirsən? Sərməs, baxın görünüzü var. Çok kötü. Ay, da istəsən. Rizaldan qəşə qaldı. Deyir ki, Rizaldan daha qəşə qaldı. Kesin ki, olsaydı. Bilirəm, eşitilməz video. Rizalın başında çox şey oturur, Rizalı gör bu onları. Göyde kalır. Böyle tut. Tut böyle. Çok kötü. Hiçbir tərəfdə qaldı belə gəlir bax. Rizal bir tərəfdə. Rizal bir tərəfdə qaldı belə gəlir bax o bir tərəfdən. O bir tərəfdən gəlir bax 46-47-də məktəbə saxlanır. Bizim məktəbimiz var axı elə bir. Hə, belə gedirir Rizal bax. Belə gedirir Rizalı. Belə gəlir bax Rizalı. Belə gəlir. Gəlmiş kameraya düşürdür bu kadrlar. Deməli mən artıq evə gəldim. İndi 20 dəqiqə işləmiş hazırlıqdan çıxdıq. İndi yarısıdır. Biz heç hazırlıqdan tam vaxtında çıxmırıq. Çünki mən sizə heç vaxt tez buraxmır. Belə bugün də burada sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.